buradadır. Çoxdandır belə saslamdan biz yığışmamışıq. Bu dövmədir öyle. Bu farş dövmə. Let's go. Lüləni isti. Gözü əməyə baxsın. Şək. Səs. Şək. Big şək. Şəşək dövr bu quyruqla. Nə bilim. Bu problem deyilsə, bura gələ bilərsiniz. Çox acıq. Ona görə kartofdan az. Yox. Yox. Sən hansı məclis görmüsən ki, kartoşka quyruqdan başlasın? Həmişə Bu məclisin ortasında. Niyə? Çünki acıq da. Yox, çünki acıq deyil. Ac gələndə kartoşka quyruq gəlir. Çünki 40 dəqiqədir mən burada otururam. Gəldim dedim ki, gəlin indidən kartoşka quyruğu qoyaq. Sonra uşaqlar gələndə Gecikən kimdir? Gecikən kimdir? Gecikən sizsiniz. Bax kameraya zəhmət Birinci görsə. gələn mənəm. Axırıncı gələn isə Kartoşka quyruq gəldi. elə. Birincisi gəl baxaq görək də bir klassik saslamımız bu gün burdadır. Çoxdandır belə saslamdan biz yığışmamışıq. Kartoşka quyruq düzgün pişirilib, edilib, baxmıyorum ki, qıraqları biraz yanıb. Əsas burası içi yumşaqdır. Quyruq öz yağını bura verdi. Duzlanıb, qurumayıb. Çünki quyruq olmayanda qurumağa başlayır. Bəli. Vəbşi Zümrüd restoranı çoxdan restoranıdır. Mən buranı bəlkə 90-cı illərdən eşitmişəm, bəlkə ondan da qabaq açılıb. Mən eşitmişəm ki, Sovet Azərbaycan dövründə bu restoran vardı. 90-da Sovet Azərbaycan idi. 90-cı il. 90-cı il bəli. Amma söhbət mən 85-86-dan danışıram. Bu restoran var idi, həmişə kebabxana kimi tanınırdı. Hal-hazırda da Davam edir. gəldim, soruşdum ki, menüdə nə var? Yəni ki, burada da menüdə qardaş vardı, kebablardır. Başqa tendensiyalara, trendlərə, vibe'lara Zümrüd restoranı uymur ki, ayda filan yerdə tava yeməkləri satılır, gəlir tava yeməklərini sataq. Ki, haradasa pizza eləyirlər, ya stracciatella eləyirlər, Zümrüd restoranı bunu etmir. Zümrüd restoranı deyir ki, bizdə kebab var, kebab yaxşı kebabdır, gəlin yeyin, için. Amma gəlin o kebab gəlsin biz yeyək, sonra təsdiqləyək. Lüləni isti-isti yeyərlər. Önümüzdə bütün aksesuarları buradadır. Biz bir-birimizdən iyrənmirik, biz yaxın adamıq, ona görə də əl vurmaq olar. Ya dönük. Azinin pirajkisindən yemişdi. Bunu götür sonra protokolu tərtib et. Biz 10 qəpiklik pirajki yeyib stakandan ketçup içən adamları. Evet. Ramin də özünə düzəldir. Bu dövmədir öyle. Bu farş dövmədir. Bura bax. Suya bax. Hop. Budur. Əladır. Doludur. Hərdən bir restoranlarda dadlı olur, amma nazik olur. Super dövmədir. Superdir. Super dövmədir, hər şey yerindədir. Quyruğu da yerindədir. Duzu da yerindədir, yaxşı pişir. İçi sulu qalıb, üstü xırt-xırtlıdır, interesli belə, ləzzətli. Nəzərinizə də çatdırmaq istəyirik ki, biz bugün bu restorana restoran dəvəti ilə gəlməmişik, onlara deməmişik. Qardaşlar indi baxırlar, arı çəkdirsin, neyini sözlər bu? Deyirəm ki, gəlirik, rəy bildiririk. Gözünüzü bir tək söz. Baba, oranı dirijor nə mənə baxın. Onu nə deyir? Açın sən də. Mənə də. Yox deyək. Eşək. İzləyicilər. Bir də bir söz demək istəyirəm. Mən bura gəldim, yəni ki, zakuskalar minimum şəkildə olmuşdu. Zeytun, acika, pomidor, xiyar, süzmə və turşular və pendir və daş tuzu. İnanın mənə ki, yəni ki, təbii ki, yaxşı olur çox olanda, amma bunlar zakuskaları elə gətiriblər ki, adətən zakuskanı yeyib, zakuska qutarda ikincisini, üçüncüsünü zakaz eləmirsən. Biz dedik ki, yox, ondan da birini gətir, bundan da birini gəlir. Yəni ki, əsas yemək kimi dadlı halonlar gəlir bura. Bu da yaxşı bir şeydir. Gəlin qaldıraq. Gəlin qaldıraq. Let's go. Dana bastırması gəlib. Görürsünüz ki, qabırğa hissəsidir. Qabırğası arılıb.
İndi bastırmasına baxarıq. Hansı otlarda necə bastırılıb və necə pişirilib. O medium well mən deyərdim, даже well done. Ana necə olursan? Yaxşı yağlı ətdir. Hətta bu buzovdur. Bu heyvan körpə heyvandır. No yağlıdır ət. Piyli yeri qəşəng eləyir, qurudublar onu. Yəni yeməlidir. Eləsi var Yeməlidir, ki, hə. rezin kimi olur, amma görünür ki, yeməlidir. Yeməlidir, yaxşıdır. 4 nəfər Və bax. biraz duz çatışır. 4 nəfər baxın necə yeyib. Sonra da alqışla. Buz. Bəzi yerləri qara görsənsə də bu qurumur. Bu quru tikə deyil. Evet. Bu antrikotu görürsən. Görürəm. Uca görməyəcəyim birazdan. Bilsən də nədir bu? Yaxud çıxar. Özünü canlı alıb. Mələməmiş. Super antrikot. Kababxana da. Profesional kababxana. Mən də oradan digər Bol elə bilə. Çox bombadır. Bax. Hələ də tikə yemirəm. Çünki adətən yaxşı bişirmir, yaxud da ət yumşaq olur. Biraz orada. Amma çox bombadır. Da. Cavid adətən qarna bastırması yemir. Evet, xahiş elədi ki, Səfə ona da versin bunu. Qartıyla. Emosiya. Bu neçə gün bastırıblar ona? Bastırmır da. Heyvan balaca heyvandır. Maksimum bir sutka. Çox yumuşaqdır. Adətən dana bastırması biraz sərt olur, yəni. Sənin qabağına biraz sərt damlalar çıxıb. Bu nə lan? Bomba kebabları var. Sözün yoxdur. Bomba Hə, kebabları. burada qalsan, gəl də arada. Heç mənim xəbərim yox idi. Ha. Biz bura gəlməmişdən qabaq mən bir yoldaşla danışmışdım, hansı ki bura yönəldi bizi. Dedi ki, kosmiçski kebabları var da buranın. Quyruq kebabı da, quyruq kebabı kubiklə doğramayıb, bunu uzun sov eləyib. Dadına baxdım mən. Yəni sən də bax. Çox yaxşı pişiriblər onu. Sən quyruğun da elə pişirirlər hərdən də. Üstü qızarır, amma içi rezin qalır da, bildiyin quyruq qalır. Yəni çoxdan da belə qəşəng, yumşaq, dadlı ət yemirdim. Sırf antrikotla tikədən söhbət gedir, çünki mən adətən lülə xoşqırım sifariş edirdim. Antrikot tikə çox superdir, yəni ki çiynəməyə əziyyət çəkmirsən, yəni rahat yeyirsən, normal çiynənir, yeyir, dadı qəşəngdir. Yəni əziyyət çəkmirsən. Mənim ən əsas məsələlərdən biri niyə sifariş edirəm çox yerlərdə, çünki çətinlik çəkirlər. Onu da içərək, özləri burada olmayıb, amma ürəkləri, gözləri, Bığları. qəlbləri, bığları, keçəlləri bizlə olan... deyirsən? Konkret bir adamı şey elədi. Marmalito, ha? Burada olmayanlara sağlığına. Hamının sağlığına. Tamam. Gözü bir də əmələ baxsın. Şək, şək, Səs. şək, şəşək. Big Shack. Asmır. Şəşək deyil axı. İcra olunur. Hə? Söz. Zordur bu. Şəşək də? Şəşək deyil bu, bu quyruqdur. Bu belə ikinci gün söhbət edirsən. Amma başqa sözdə deyim. İndi Və mənim kolomu niyə götürdün? sənin kolon deyil, şoto opsiveri. Hə, zarafat edirəm sənin kolondur. Hə, deməli, Amma şokta opsi verir. Elə bana. buna bax, bu sümüyə bax. Da ya mən kababla o qədər qəssablıq sənətinə o qədər yaxın adam deyirəm, amma yəni ki burada körpə heyvandır. Ona görə də əti də broiler toyuğun əti kimi yumşaq alınır. Prosta paradoksal odur ki, bunun üstündə quyruq, Tənbəl olub. pilay da var ha. Çox tənbəl olub. Tənbəl uşaq olub rəhmətli ya. Çox tənbəl quzu olub. Ona görə də kəsilir. vallahi bu cür ətdən kabab eləmək mən demirəm yəni ki bu kababçının qabiliyyətini kişilmək istəmirəm, amma Kababçının da zəhməti var burada. kababçının zəhməti təbii ki var, amma bu cür ətdən dadlı, yumşaq teksturalı bir kabab hazırlamaq sadə bir şeydir. Amma burada Yəni nisbətən asan bir şeydir. Necə ki indi mağazalarda satılan basmati sortu düyü var, hansı ki Pakistandan, Hindistandan gəlir. Bildim sən reklam inteqrasiya edirsən. Yox. Belə deyək də 94-dən 93-dən əvvəl yerli düyülər gəlirdi və bu plovla, bu düyü ilə rəftar etmək çox çətindir. Onu düzgün suda saxlamaq, düzgün yumaq, onu
düzgün süzüb ondan plov eləmək, dağıtmamaq, kaş eləmək çox çətin idi və kimdə o alınırsa deyirlər ki, bu xanımın qəşəng əl qabiliyyəti var və dadlı plov edir. Biraz pis təmizlənib. Hələ köhnə vaxt yadınızdadırsa evdə yarın görmüsünüz belə eləyirlər. Həmin o düyü gəlində satılır içində daşla zadla və o düyünü plov eləmək kifayət qədər çətindir. Yəni ki, mən özüm onu sınayıb, özüm mənim üçün maraqlı. Amma o dadı xatırladır. Yəni ki, o xüsusi bir sort düyüdür, hansı ki, quzudan düyüyə getdi. Onu demək istəyirəm ki, produktlar dəyişir. Orada sizin düyü reklamınız ola bilərmi? Burada yazılardı, burada. Cəvidin qulağından bir də. Bir də düyü çıxdı. Nə lazımdırsa reklam eləyərəm. Nə olub be? Cəvid sponsor axtarışındadır. Prodüser axtarışındadır. Vəziyyət çox pisdir. Özümü imkanlı şəxsəyə tutub bildirirəm ki, Zəif işləyirsən. Çox zəif iştirak edirsən. Dozotspirin şeydi, skorzunda. Dedim. gətirirəm kararımızı, gətirirəm. Protokol tərtibələ. Protokol. İsimmisən? Həri, Qoqo. həri. İzləyicilərimizin sağlığına. Hamının sağlığına. Və qarışıq çalat kababı gəldi. Ələkbər ağciyəri götürdü. Ağciyər sözün açığı o qədər də xoşuma gəlmədi. Nəhayət ki, mən öz obyektivliyimi bugün bu adətdə göstərirəm ki, xoşuma gəlməyən bir şey var. Bunu götürüb qaraciyərdir. Ürək zordur. Qaraciyər. Ürəkdir. Qaraciyər də zordur. Qaraciyər acılıdır. Yağın ən azından ya yaxşı yuyulub ya da vəbsə süddə saxlanılıb. O ucu şeydir da. Next level. Next level mən. Böyrək. Abdominal ultrases müayinəsi. Gör daşı zadı yox idi. Ucu qopub. Əgər daş tuzunu yeyib Qopub ucu. Böyrək problemi mi? Ürək problemi mi? Bomba idi. sən ürək neçədən ürək gördün burada? Hardan götürdün? Bu ürək deyil. Bu? Ha. Ha, bu ürəkdir. Ürəkdir. Ha, prosta mal ürəkdir. Bu qoyun ürəkdir. Hadi. Həmin o malda qoyun desin, ürək çıxır. Ürək də yaxşıdır, suludur. Super. O malda bir gün biz bir dənə qoyunu bir gün yox elədik də. Konkret. Lüləsini, antrekotunu, tükəsini. Mənə indi maraqlı gəldi. Bilmirəm, bizi görüblər belə kabab ya, amma kabablar hədsiz dərəcədə dadlıdır. Çox dadlıdır, yaxşı bişirilib. Bura sırf kababxanadır, solidli kababxanadır, ailəvi də gələ bilərsiniz, kabinetlər də var. Kabinet uyutludur, belə sırf kababxana iyisini vermir. Səviyyəlidir. Səviyyəli yerdir. Genişlidir. Qiymətlər də yaxın səviyyəlidir. İndi baxarıq, görək Qartal. nə gəlib bizə şotdan. Hə, onu təklif. Zeytun 8. Menyuya baxırıq, qiymətə baxırıq ki, nə neçədir. Belə deyək. Ramin getdi üzünə su vurdu. Dada görə qiyməti var. Ucuz kababxana deyil. Amma Bizim gözləntilərimizdən artıq bir qiymət çıxdı. Belə deyək də lülə 13 manatadır porsu, 3 porsu bizə 39 manata satdılar, sağ olsunlar. Tikə 7 pors yazdı 13 manatdan 91 manat. ən çox ələ oynadı. Ən çox odur. Bastırma 2 pors yazılıb burada 13 manatdan. Halbuki bir dənə bastırma mənə gəlib. Onu investigation eləyərək görə nədir? İçalat 2 pors 8 manatdan gəldi. Kartoşka quyruq 2 pors əvvəl gəldi. Hər pors 6 manata. Normal qiymətdir. Подождите, да? Çək də onu. Ən əsası Aksiyon tara get. Ramin desən qapıları yumağa hazırlar. Səslər səndən Xiyar, çıxır. pomidor. 2 dənə iri özbək pomidoru və xiyarlar 10 manata gəldi. Nar soku isə 20 manata. Bir o şey deyim ki, nar soku burada sıxılıb, yəni ki, üstündə köpüyü ilə dadı ilə gəldi. No, yəni Amma kişi kimi pağadır. bahadır, amma dadlıdır. Yəni siz həmişə, hər zaman gəlib dadlı kabab yemək istəyirsinizsə, pul problem deyilsə, bura gələ bilərsiniz. Romansı bilet apartat eləmişdi, 100 manat fərq gəldi ya. Bu qabı da bizə qonaq elədilər. Həqiqət qaytar olaraq lazımdır. Sağ olun, çox sağ olun. Hər şey keyfiyyətli gəldi. Bu ağciyər kababından başqa
Hər şey. Biri var keyfiyyətsiz gəlsin, dadsız gəlsin və sonda 275 manat. Biri var ki, yəni konkret yemişi, yəni yeyib daha da bilmir. Birinci badə. Son. Bu restoranın hesabını görəndə, bu restoranın parkovkasına baxanda və otaqların dolmasına baxanda və hesabla müqayisə edəndə mən elə bilirəm ki, elə gördüm ki, xalqın vəziyyəti o qədər də pis deyil. Yəni ki, bu cür restoranlara gələn var və restoran doludur. Təbii ki, keyfiyyətinə söz ola bilməz və keyfiyyətinə görə qiymət də yüksəkdir. Mən onu arzulayıram ki, nə qədər çox xalqın belə deyək, rifahı yaxşı olsa, o qədər də hamı ətrafda xoşbəxt olacaq. Çünki reallıqdan danışsa, xalqın əsas problemi odur ki, pul azdır, ondan irəli də əsəb gəlir, ondan irəli də çoxlu mənfi nüanslar gəlir. Mən istəyirəm ki, hər kəs bizə baxan özünə necə deyim, sığışdırsınmı deyirəm, ya da ki, imkan yaransın ki, ən azından ayda 2 dəfə bu cür kababxanalara gəlsin, çörək yesin əzizləri ilə. Nüşkülürsən. 2026. Salam Mən sadəcə... Sənin o palçıqlı sağ əlin... Yox, mən çox... Ələkbər, Hə. hər bir kateqoriya üçün, gəl razı ol məndən, hər bir kateqoriya üçün restoran var. Bu pullular üçündür də. Yəni ki, adam başına kebaba görə 80 manata verənlər üçün bu əla bir fürsətdir bu restoran. Razısan? Sənin əgər misal üçün ayda 10.000 manat maaşın olsaydı, müşkülürsən. Sən bu gəlməzdin mənə restoran. Adam başına da 80 Bundan da yaxşı restorana gedərdim. Hansına? Basa-basa gəlim bura ki, burada... Mən belə yeməyi şəhər mərkəzində yeyəm. Progres eləyir, probkalar var. Nə bilim, xoşuma gəlmədi. Ünvan düz Azadlıq metrosunun üstündədir. Süleyman Sanyaxundov, İbrahim Paşa Dadaşov İbrahim Paşa Dadaşov küçəsi ilə kəsişməsindədir. Düz Azadlıq metrosunun üstündə. Salitonla üzbəyiz. Kratos kolu da burada var. Onsuz da hamı tanıyır bu yeri, hamı Azadlıq metrosunda tanıyır. İnanmıram, amma bura gələn Azadlıq metrosunu tanıyır. Amma yenə də. Və inanmıram ki, bura gələn metro nə gəlir. Bilin ki, burada metro da var. Bura Gəl deyirəm, yəni gələn. Kasım deyir, kələmi yer, varlı ət yer. Orta əmsalda hamı kələm dolması yeyir. İndi Sağ ol şair. ən azından hamımız özümüzə uyğun kateqoriyaya kababxana şükür Allaha ki var. Elə kababxanalar var ki 7 manatdan da işləyir, 10 manatda da 13 manatda da satanlar var. Pul və minnət. Amma ən azından hamının imkanı çatsın ki, özü üçün, əzisi üçün ən yaxşı, ən keyfiyyətli, ən bağlı yeri seçsin.